Hər kəsə salam, ilk videomuza xoş gəlmisiniz. Deməli, bir-bir Surya namaskarı izah edəcəm. Hansı şəkildə gedirik və nələrə diqqət etməliyik. Öncə matın önünə doğru gəldin. Ayaqların birləşi və yaxud çanaq girişində açıq ola bilər. Çanağı biraz toplayırsan, yəni çox sıxıb belə özünü dayanmırsan. Bir balaca çanağı içəriyə doğru topladın. Çiyinlərimi geriyə verdim. Qabırğamı da toplayıram, sinəmi belə açıb dayanmıram. Bu şəkildə topladım, çiyinlər biraz arxaya. Ovuclarım qarşıya baxır. Qarnımı da topladım, yəni canlı tuturam. Belə sıxmıram bədənimi, biraz daha aktiv. Və gözlərimi yumdum. Burada dərin, uzun nəfəslər alaraq bədənimə fokuslanıram. Bir neçə nəfəs. Ayaqlarım yerdə möhkəm, ayaq barmaqlarım aktiv, dabanlarım yerə möhkəm basır. Dərin bir nəfəs aldım, yavaşca verdim. Sonra gözlərimi açdım. Qollarımı yuxarıya doğru qaldırıram. Qollarımı yuxarı qaldıranda bu şəkildə rahat buraxmıram qollarımı. Yuxarıya doğru uzanıram. Sanki əl barmaqlarım tavana toxunacaqmış kimi. Uzanıram, uzanıram, uzanıram. Bütün onurğamı, yəni fəqərələrin arasını sanki yuxarıya doğru dartıb açırsam. Uzandım və geriyə doğru bükülərkən, indi geriyə büküləcəm. Bükülərkən alt bədənim möhkəm bir şəkildə, çanağım sıxılı, dizlərimi bükmürəm. Dizlərim aktiv, yəni gərgin dizimin arxası. Geriyə doğru getdim. Qollarım qulağımın yanında getmir. Bu şəkildə getməyin. Qollar qulaqların yanında. Sinəmi yuxarıya doğru itələdim və getdim geriyə. Gəldim mərkəzə. Geriyə gedərkən də baxışın da arxaya doğru getməlidir. Yəni yoqada baxışımız hara, bədənimiz ora doğru hərəkət edir. Mütləq baxışlara diqqət etmək lazımdır. Və gəldim mərkəzə. Mərkəzə gələndən sonra önə doğru qatlanacağam. Amma bu şəkildə belə qatlanmırıq. Yuxarıdadır yenə qollarım ki, geridən gəlmişdim. Və qollarımı qabağa doğru uzadaraq, sanki əlimdə bir şey var, onu öndə birini ötürəcəkmiş kimi qabağa doğru uzadaraq, çanağımı geriyə doğru çıxardaraq, gəldim və ən son qatlandım. Deyək ki, burada qalmışsam, problem deyil. Əlinin altına blok da ala bilərsən. Tutaq ki, əllərimin altında blok var, hələ əllərim yerə gəlmir. Nə edirəm? Əsas məsələ odur ki, dizlərin arxasını aktiv tutasan, gərgin tutasan. Onun üçün də dizinizi qırmayın, budunuzu, bud əzələnizi sıxın burada. Baxın, budumu sıxdıqca bu gərginləşəcək. Gərginləşdi. Və bu şəkildə qozbel olub belə dayanmıram. Qarnımı üst ayaq əzələlərimə, üst ayağıma, yəni budlarıma yaxınlaşdırmağa çalışın. Bax bu şəkildə. Qarnınızı yaxınlaşın. Əsas onurğanı dik tut. Yəni, onurğanı bu şəkildə kambur etməyin. Qozbel etməyin. Və gəldim yavaş-yavaş. Tutaq ki, bloka da ehtiyacın yoxdursa, əllərini yerə qoya bilərsən. Amma əsas əllərimiz iki ayağımızın iki tərəfində olsa daha yaxşıdır ki, 20 barmağım yan-bayan və çənəmi yerə doğru uzadıram. Başın təpəsini rahat buraxıb biraz da esniyə bilərsən burada təbii ki. Amma çənəmi uzatdıqca onurğam uzun qalır. Və kalçam arxaya gedibdirsə, kalçamı, yəni çanağımı dabanlarımın üstünə doğru, yəni ağırlığımı ayaq pəncəmə, ayaq barmaqlarıma, bu hissəmə alıram. Yəni, burada qalıb bu şəkildə deyil, biraz da qabağa doğru. Getdikcə hiss edəcəksiniz arxa ayaq əzələlərinin, hemstriklərin nə qədər esnədiyini. Baxın, bu şəkildə gedirsiniz. Bura qədər gəldimsə, artıq başımı rahat buraxa bilərəm. Amma yenə qozbelləşmirəm, onurğamı düz saxlayıram. Sonra yarım yol açıldım, qarşıya baxdım. Qarşıya doğru baxarkən də yenə baxışın tam yuxarıya doğru getməlidir. Kalçamı geriyə vermirəm. Çanağı gətirirəm dabanlarımın üstünə. Qarnımı yerə doğru ağırlaşdırım, yəni belimi bu şəkildə. Qarnımı yerə itələyirəm, sinəmi də qabağa açıram. Əllərim çiyinlərimin altında olmalıdır, yəni bu düz bir xəttdə olmalıdır. Sonra sağ ayağımı geriyə doğru göndərdim. Çalışırıq böyük addımdan göndərək. Göndərdim və sağ dizi yerə buraxdım. Sol ayağım öndədir. Sağ dizimin, yəni dizin üstündə bu şəkildə dayanmıram. Çanağımı bastırıram.
Bastırarkən biraz bu tərəfə doğru açılma olur. Yəni çalışın bu tərəfə doğru açmayasınız. Bu hissəni yerə doğru döndərmək lazımdır. Yəni arxadakı ayağın da bu tərəfə getməsin. Düz dizinlə eyni hizada, öndəki ayağın da 90 dərəcədə. Sən təzə başlayanda bu səhvi çox eləyirlər. Bu şəkildə dayanırlar. Ya da bu şəkildə dayanırlar. Bunlar heç bir fayda verməyəcək. Bastırıb çanağı, öndəki ayaq 90 dərəcədə. Dəngəmi qorumaqdan ötürü, tarazlığı tapmaq üçün mən ayağımın altını qəşəng yerə basmalıyam. Və burada ayaq barmaqlarımla da yeri tuturam. Əllərimi belimə alıram. Və burada diqqət etməliyəm ki, arxaya büküləcəm indi. Arxaya bükülərkən dirsəklərimi arxada bir-birini itələyirəm. Dirsəklərimi arxada bir-birini itələyərkən burada görəcəksiniz. Bu çiynimin altında olan ki, kürək sümüklərim var, skapulalar. Skapulalar bir-birinə doğru gedir. Baxın, buradan da göstərim. Skapulalar bir-birinə doğru gedir və sinəni burada irəliyə doğru itələyirsən. Çiyinlərin də geriyə doğru gedir. Və baxışların yenə də arxaya doğru getməlidir. İndi qayıdaq hərəkətə. Öndəki ayağımdan güc alıram. Əllərimi belimə aldım. Hətta biraz da qabırğaların altına doğru da ala bilərsən ki, sinəni yuxarıya itələyəsən. Dərin bir nəfəs aldım. Nəfəs verərkən geriyə doğru gedirəm. Burada da çanağı itələməyə davam edirəm. Sən geriyə doğru gedərkən bunu eləyirlər. Çanağı geri verirlər. Geri verməyəcəksən. Çanağı basırsan, geriyə gedirsən. Və sonra gəldim mərkəzə. Öndəki ayağımı arxaya göndərirəm. Oc işlərimi yerə qoyuram və plankə gəlirəm. Burada diqqət etməlisiniz ki, hər iki əlinizdə eyni ağırlıq olsun və çiyniniz əl biləyinin üstünə gəlsin. Qalçanı bu şəkildə qaldırmırıq. Çanağı yığdıq, topladım. Qarın içəridə aktiv və bu şəkildə dayanıram. Sonra dizi yerə qoydum. Sinə və çənəmin altını yerə qoyub aştanqasanaya gələcəm. Və çalışıram ki, çənəmi əllərimdən irəliyə doğru aparım qoyum. İndi aştanqasananı edərkən, burada məsələn çənəmizi gətirib bu şəkildə qoyurlar. Bu heç bir fayda verməyəcək. Yəni çənənin üstünü yox, altını qoymaq lazımdır. Çənənin altını qoyursan, boğazın, qırtlağın yerə gəlir. Və diqqət etməlisən, çanağın dizinin üstündə qalsın. Əllərimi qoydum. Təkrar qabağa doğru gəldim. Çənəmin altını yerə qoyuram. Əgər burada çənənin altını qoymaqda çətinlik çəkirsinizsə, biraz da irəliyə gedə bilərsiniz. Çənəni qabağa doğru uzadıb, əsas odur ki, çənənin altı yerə gəlsin, boğazın yerə gəlsin. Yəni, burada qalmaqdansa, baxın, burada bunu eləməkdənsə, bu şəkildə, ondansa irəliyə doğru gedin. Yəni, ilk başda şərt deyil ki, çanaq dizin üstündə olsun. Biraz qabağa doğru gedə bilər. İndi aştanqasanadan kobraya doğru sürünəcəm. Buradan kobraya sürünərkən, adətən tələbələr bunu edir, ayaqlarını arxaya göndərirlər. Ayağını arxaya göndərməyəcəksən, bədənini qabağa doğru verməyə çalışacaqsın. Amma olmursa, bir balaca ayağını da arxaya göndərə bilərsən, problem deyil. Və buradan qalxdım kobraya. Kobraya qalxarkən dirsəklərimi düzləşdirmirəm. Yəni, mənim elətdirdiyim kobra bu deyil. Pubis yerdə, pubis dediyim, yəni buradakı sümüyümüz yerdə. Qalxdım yuxarı, dirsəklərim bükülür və dirsəklərimi arxada bir-birini itələyirəm ki, skapulalarımı bir-birini itələyim. Çənəmdə yuxarı, baxışlarım yuxarı. Burada eləyə biləcəyiniz bir şey də odur ki, əlimlə matı özümə doğru dartıram. Özümə doğru dartdıqca sinəmi daha da qabağa doğru itələyə bilirəm. Bir də eləyək. Gəldim kobraya. Ayaqlarımda aktiv, kalçamda aktiv. Deməli, dərin bir nəfəs aldım, nəfəs verərkən getdim. Əlimlə çəkirəm matı özümə və sinəmi qabağa itələyirəm.
Dirsəklərim də arxada bir-bir. Baxışlarım yerdə. Çalışmalıyım ki, bax bu şəkildə dayanmayayım. Yəni bu pubisim yerdən qopmasın. Pubis yerdə, qarnın qalxa bilər təbii ki. Amma qalxmasa burada da, başlanğıcda burada dayana bilərsiniz. Belə. Və özümü itələdim aşağı baxan köpək pozuna. Yoqada ən çox istifadə olunan pozdur deyə bilərəm. Təməl səviyyə pozudur. İndi nə edirik? Tutaq ki, sənin dabanların yuxarıdadır, hələ yeni başlamısan və dabanların yerə gəlmirsə, o zaman bu şəkildə qala bilərsə, hətta biraz dizin bükülü də ola bilər. Amma bacardıqca dabanı yerə itələmək olsun cəhdin. Demirəm ki, bu dəqiqə bugün dabana yerə gələcək, amma cəhdin olsun, itəliyəsən. Və qolların da yəni, bu şəkildə qalmasın, bədən məsələn bu şəkildə yeni başlayanlar eləyirlər. Qoltuq altını yenə yerə doğru itələmək olsun cəhdin, çiyinlərini qulağına doğru itələyirsən və dabanlarını da yerə doğru itələyirsən. Artıq olduğu qədər, nə qədər gəlirsə. Amma addımlayıb bax bunu eləməyin. Aşağı baxanı qısaldırlar bəzən. Aşağı baxanın doğru olduğunu bilməkdən ötürü nə edirsən? Yəni açının ayarını doğru etmisənmi? Planka doğru gəlirsən. Planka doğru gələrkən məsələn burada gəlim. Planka doğru gəldim. Görsən plankim qaldı. Çanağım yuxarıda qaldı. Demək ki, yanlışdır. Planki düzəldib arxaya doğru gedəcəm. Gedirsənsə demək yanlış eləmisən. Buradan aşağı baxana keçəcəksən. Bax, demək ki, sənin aşağı baxan açın budur. Burada qarnı içəri çəkib, yəni çanağımı tavana doğru itələyirəm. Dabanlarımı yerə basıram. Üst ayaqlarım aktiv. Və buradan sağ ayağımı yuxarıya doğru qaldırıram. Sağ ayağı yuxarı qaldır deyəndə tələbələr bu şəkildə qaldırırlar normalda. Dizini düz tutacaqsan. Yeri də məsələn bu şəkildə bir tərəfə doğru da düşürlər. Eyni şəkildə qollarımda ağırlığı saxlamalıyam. Ayağımı yuxarı qaldırdım və çanağınızı bu şəkildə yana doğru açmırsınız. İki çanağım da yeri göstərir. Ayağım aşağıda da qala bilər, problem deyil. Əsas odur ki, ayağı qüvvətli tutasınız. Çünki burada ayaq da qüvvətlənir. Və dizimi bükdüm. Gəldim əllərin arasına. Böyük addımdan. Ayağın tam bura gəlmirsə, ta ki bura qədər gəlir, onu da artıq gətirə bilərsən. Və sol dizini qoydun yerə. Sol dizi yerə buraxdım, əllərimi aldım belimə. Yəni bu tərəfdən də asanaya baxa bilərsiniz. Dizim 90 dərəcədə, ayağımın altı yerdə möhkəm və bu pəncəmlə də yeri tuturam. Burada diqqət etməliyəm ki, sol quadricepsim əsnəsin. Ona görə mütləq çanağa bastırmalıyam. Diziniz ağrıyırsa dizin altına bir şey ala bilərsiniz mütləq. Əllərimi yenə belimə aldım, dərin bir nəfəs alıram. Nəfəs verərkən geriyə doğru büküldüm. Gəldim mərkəzə. Arkadakı öndəkinin yanına və Uttanasanaya gəldim təkrar. Yenə də qarnımı yaxınlaşdırmağa çalışıram. Arxa ayaq əzələlərim dartınır və çanağımı tavana doğru itələyirəm. Aldım nəfəs, qollarımı qaldırıram yuxarı, irəliyə doğru uzayaraq qaldırıram yuxarı. Verdim nəfəs, büküldüm yeriyə. Al mərkəzə gəl. Ver önə doğru qatlan təkrar. Təkrar yarı yol açıb qarşıya baxıram. İndi biraz daha sürətli gedəcək. Sol ayağı geriyə göndər. Sol diz yerə. Əllər belə. Geriyə doğru bükür. Gəldim mərkəzə. Əlləri qoydum yerə plank. Diz, sinə və çənənin altı yerə aştanqasana. Sürünün kobra. Aşağı baxan köpək pozu. Qollarımı yenə itələyirəm. Qarn içəridə, dabanlarım yuxarıdakı yerə itələməyə çalışdım. Sol ayağı qaldır yuxarı. Bük dizi gəl əllərin arasına. Sağ dizi yerə burax, əllər belə. Al dərin bir nəfəs, nəfəs verərkən geriyə doğru bükür.
Nəfəs al, mərkəzə gəl. Arxadakı ayaq öndəkinin yanına. Yenə baş dizə. Onurğanın uzunluğunu hər zaman qorumağa çalışırıq. Qolları uzatdım qabağa. Nəfəs aldım. Nəfəs verirkən geriyə doğru bükül. Al mərkəzə. Əllərini qəlbin ortasında birləşdir. Gözlərini yum və nəfəslən. Və bir tur Surya Namaskarımız bitdi. Və əsas odur ki, biz bu hərəkətləri edərkən hər birinin fərqində olaq və texnikasını bilərək edək. Yəni, tez-tez hərəkətləri edib keçmək deyil. Onun fərqində olaraq nə qədər çaba sərf edib, nə qədər irəli gedə biliriksə, onu edə bilməsək belə. Tutaq ki, aşağı baxan köpəkdə dabanların yerə gəlmir, amma bastırmağa çalışırsan hər səfərində. Üst ayaq əzələlərini aktiv tutub bastırmağa çalışdıqca zamanla o asana oturur və bədənin buna öyrəşir.